Hər kəsə salam. Bugün üzv maddələrdə siqma rabitə sayının tapılmasını nəzər salacağıq. Daha asan yolla necə tapa bilərik? İlk olaraq nəzər salaq açıq quruluşları. Açıq quruluş dedikdə burada alkan, alkin, alkaden, alkin, spirtlər, aldehidlər, ketonlar, yəni bu kimi açıq quruluşlu üzv maddələr nəzərdə tutulur. Açıq quruluşlu maddələrdə siqma rabitə sayı ümumi atom sayından bir vahid əksi olur. Məsələn, açıq quruluşlardan götürək. Alkin C2H4. Bunda siqma rabitə sayı bərabərdir ümumi atom sayından. Yəni 6-dan çıxırıq 1, 5. Bunu sübut edə bilərik. Açıq şəkildə quruluşu yazarıq. Alkenlərdə bilirik ki, 2 qat rabitə var bir dənə. Düzürük. Siqma rabitə yalnız tək qatlardır. 1, 2, 3, 4, 5. Bunu həqiqətən biz gördük ki, açıq quruluşlu birləşmədə ümumi atom sayına bir vahid əksi etdikdə siqma rabitəyə bərabər olur. Məsələn, bunu bir spirt nümunəsində də yazaq. C2H5OH. Yenə siqma rabitə bərabərdir ümumi atom sayından, yəni 7, 8, 9-dan bir vahid əksi 2, 8 edir. Biz bunun quruluşunu da çəkib baxa bilərik. CH3, H-ları düzürük. OH. Görürük ki, bütün hamısı tək qatdır. 1, 2, 3, 4, 5, 6, 7, 8. Həqiqətən də bu sübut etdi ki, açıq quruluşlu birləşmələrdə ümumi atom sayından bir vahid əksi siqma rabitəyə bərabər olur. İndi isə qapalı quruluşları nəzər salaq. Məsələn, sikloalkanlar, arenlər və s. nəzərdə tutulur. Götürək bir sikloalkan C6H12. Ümumi siqma rabitə bərabərdir ümumi atom sayına, yəni 18-ə. Biz sikloheksanın formulunu çəkərək baxaq. Bildik ki, 6 karbon, 6 bucaqlıdır. Hidrogenləri də düzürük. Bu formada yazıram ki, sizə ayrı şəkildə rabitələri göstərək. Burada da görürük ki, bütün rabitələr tək qatdır və tək qatların hamısı olur siqma. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. Bu da həqiqətən sübuta yetirdi ki, qapalı quruluşlu üzv maddələrdə ümumi atom sayı siqma rabitə sayına bərabər olur.